Nurana xanım, beyin niyə həmişə mənfi düşüncəyə meyllidir? Elmi bir faktdır ki, insan doğulanda onun beyni mənfiyə proqramlanıb. Amma aləm müsbətdir. Fitrət başqa məsələdir. O başqa məfhumdur. Amma beynin özü mənfiyə proqramlanıb və bu sistemin məhəbbətindən irəli gəlir. Çünki motor olmaq üçün, hərəkət olmaq üçün, cazibə olmaq üçün aləm müsbət, insan beyni mənfidir. Onlar bir-birini, məsəl üçün, alnı yerə qoymaq, öz bütün mənfiləri axıdırsan yerə, yerdən müsbətləri götürürsən özünə. Məsələn, uşağa nə qədər məhəbbət verirsən ver, uşaq onun içindən atanın sadəcə neqativ bir baxışını götürüb, həyatı boyu özünə neqativ yükləyə bilir. Deməli, beyin neqativə proqramlanıb, mənfiyə proqramlanıb və bu heç də mənfi bir şey deyil. Çünki mənfi ilə müsbət bir yerdə cazibəlidir. O dartım orada baş verir. Amma ikisi də müsbət olsaydı, təbii ki, heç bir nəticə əldə olunmayacaqdı.